Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qəti imkan tədbiri seçildiyi məlum olub. Məlumata görə qeyd olunan şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər. Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir. Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən isə sorğumuza cavab olaraq bildirilib ki, hazırda aidiyyəti məsələ ilə əlaqədar əməliyyat istintaq tədbirləri davam etdirildiyindən yaxın vaxtlarda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.